Yine qulağımız Çanga 207'dir. Chromatın popit rezinlərini hazırladık. Makaron da deyirlər buna. Bilirsiniz, maşını sürənlər burada düymələri olmur. Bizim Chromat olarak müşterilerimizə hədiyyəmizdir. Düymə olmasa ayaq altı oynayır. Logosu və dabanlıq rezindir. Bunu da görmürsünüz, digər yerlərdə bizə aiddir. Buradakı fərq nədir? Biz burada əlavə fiksatorlar qoyuruq ki, düymə orada bərk qalsın, oynamasın və moykada da bu rezinlər cırılmasın. Əlavə olaraq da oradan su keçməsin. Yəni onun orada özelliği var ki, onu yerləşdirmişik. Bu da bizim ölçümüz. Görürsünüz, burada əlavə dil yerləşdirmişik. Nəyə görə? Çünki baxın, bura əlavə təmas nöqtəsidir. Hətta müştərimiz bura deməli şəffaf salafan da çəkdirib. Çünki bura təmas nöqtəsidir. Bu qorunmalıdır. Biz də bura bunu yerləşdirdik. Heç müştərimizin istəyi deyildi bu. Bu sürpriz oldu onun üçün ki, burada belə bir qoruyucu da var imiş. Yəni orada artıq ehtiyac yoxdur şəffaf salafana. O plonkaya artıq vurmasaz olar. Bu da ölçümüz. Gəli. Bu da sərnişin tərəf. Altı tam tutup. Burada fiksator var, yapışıb. Axıra qədər uzanan ölçülər. Xeyirli olsun.